Esselamu Aleyküm değerli izleyiciler. İnşallah bugündən etibarən böyük günahlar dərsinə başlayırıq. Allah Teala Quran-ı Kərimdə belə buyurur. Əgər sizə qadağan edilmiş böyük günahlardan çəkinərsinizsə, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə, yəni cənnətə daxil edərik. Nisa surəsi 31-ci ayət. Görüldüyü kimi biz böyük günahlardan qaçsaq əgər, Allah Teala kiçik günahlarımızı da silər. Peyğəmbərlərdən başqa günahsız insan yoxdur. Ən azından böyük günahlardan uzaq duraq və əvvəl etdiyimiz günahlara və bundan sonra edə biləcəyimiz kiçik günahlara görə də tövbə edək. Və Allahdan da bağışlanma diləyək. Bu video dərslərinin əhəmiyyətini anladığınızı düşünürəm. Hər bir müsəlman olaraq biz bu videoları çevrəmizdəki insanlarla paylaşmalı ya da burada danışılanları onlara da nəsihət etməliyik, anlatmalıyıq. Çünki Allah Teala Quran-ı Kərimdə nə buyurur? Ey Muhammed ümməti, siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümməsiniz. Yaxşılığa əmr edib, pis əməllərdən çəkindirirsiniz və Allaha inanırsınız. Ali İmran surəsinin 110-cu ayəti. Əziz izləyicilər, eyni zamanda Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem belə buyurur. Nəfsim əlində olan Allaha and olsun ki, ya yaxşılığı əmr edib pislikdən çəkindirərsiniz, ya da Allah yaxını sizin üzərinizə elə bəla göndərər ki, Allaha dua edərsiniz, duanız qəbul olunmaz. Bu hədisdə Tirmizdə keçir. Deməli, İslam alimlərindən birinin günahlar haqqındakı bu sözünə də önəm vermək lazımdır. Əziz və dəyərli izləyicilər. Kiçik günaha davam, böyük günaha aparır. Böyük günaha davam etmək isə küfrə aparır. Müsəlmandan başqa hər kəs kafir sayılır. Buna xristianlar, yahudilər, deistlər, ateistlər və s. hamısı daxildir. Çünki ayə-i kərimədə belə buyurulub ki, kim İslamdan başqa bir din axtararsa, bilsin ki, bu ondan qəbul olunmayacaq və axirətdə zərər çəkənlərdən olacaqdır. Ali İmran surəsinin 85-ci ayəsidir. Və ya başqa bir ayədə də belə buyurur Allah Teala, Allahın, mələklərin və bütün insanların lənəti kafir olan və kafir kimi ölənlərə olsun. Onlar orada cəhənnəmdə əbədi qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir. Bu da Bəqərə surəsinin 161-162-ci ayələri. İnşallah böyük günahları bu videolarda öyrənəcəksiniz. Onlardan uzaq durmağa çalışaq və bu günahları çevrəmizdəkilərə də xəbərdar edək. Eyni zamanda Əfəndimiz sallallahu aleyhi ve sellemin gündə 70 və 100 dəfə əstəğfurullah deyildiyi rivayət olunur hədislərdə. Biz də onun kimi etməyə çalışaq. Ayə-i kərimədə nə buyurulur? De, əgər siz Allah'ı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhimlidir. Ali İmran surəsi 31-ci ayə. Vəlhamdülillahi Rabbil aləmin.